Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə arrow funksiyonlar haqqında danışacağıq. Arrow funksiyonların normal funksiyalardan fərqləri nədir? Yazılış forması necə olur? Bunları sizə göstərmiş olacağam. Baxın, biz normal funksiya yazdığımız zaman bu formada yazırıq. Hər hansı bir ad yazırıq. Məsələn, sum yazıram bura. A və B parametrlərini bizdən qəbul etsin. Burada da konsola sadəcə Atlas B-ni yazacağam. Sadə bir funksiya yazıram və sum'ı çağırıram. Buna parametr olaraq məsələn 3 göndərirəm, bir də ki 5 göndərirəm. Ctrl S eləyirəm, 8 cavabını bizim üçün konsola yazdı. Bu aydın məsələdir. Biz funksiyanı burada yazdıq və funksiya ilə təyin etdik. Fikir verin, funksiya açar sözcüyü ilə təyin etdik bunu. Və adını yazdıq, ondan sonra da funksiyanı yazdıq. Bura qədər okey, bunu bilirik. Və bu funksiyanın gəlib mən, məsələn, CLG deyib, əgər sum funksiyasının prototypına baxsam, Ctrl S eləsəm, baxın, burada boş obyekt göstərilir, konstruktor göstərilir və burada da bunun protosu da artıq irəliləyir də, yəni miras götürür. Bunu da artıq biz bilirik, proto və prototype dərsində bilirik. Yəni, normal bu formada funksiya ilə yazdığımız funksiyalarda, funksiya açar sözü ilə təyin etdiyimiz funksiyalarda prototype olur. Və biz bunu constructor function kimi və s. istifadə edə bilirdik. Bura qədər aydın məsələ. Bunda Ctrl-KC edirəm. Amma arrow funksiyonlarda bu prototype olmayacaq. Baxın. Ctrl S eləyirəm. Bunu da bağlayıram buradan. Ehtiyac yoxdur, hal-hazırda yuxarıda qalsın. Məsələn, gəlirəm aşağı, baxın, const yazıram, let də yaza bilərsiniz, var da yaza bilərsiniz, amma varı unudun ümumiyyətcə. Let də istifadə etməsəz daha yaxşıdır, yəni const istifadə etsəz daha yaxşıdır. Amma ola bilər ki, bəli, məcbur qalasınız, onda let istifadə edə bilərsiniz. Amma funksiyalarda ən çox const görəcəksiniz. Const yazdıq. Məsələn, metod one yazıram bura. Metod one yazıram. Və bərabərdir işarəsini yazıram. Baxın, bura qədəri bilirik. Bura qədər qeyri-adi bir şey yoxdur. Const yazdıq, dəyişən adı yazdıq və mənimsətmə operatorunu yazdıq. Bundan sonrası artıq bu olacaq. Baxın, bir dənə mötərizə açırıq, yəni bu funksiya sözünü yazmırıq. Baxın, mötərizə açdım, keçdim sağ tərəfə, bərabərdir böyüklük işarəsi yazdım və mötərizəni açdım. Baxın, bu formada. Və gəlib CLG deyib burada, məsələn, konsola hello yazıram. Hello yazıram. Gəlib aşağıda metod one-ı da çağırmalıyam ki, bunu yazsın da, baxın, parametr qəbul etmir. Bu formadadır. Ctrl S edirəm, hello yazısı bizim üçün konsola çıxmış oldu. Deməli, burada biz funksiya yazdıq. Baxın, bura qədəri dedik ki, bilirik. Bu normal dəyişən təyin etməkdir. Burada isə artıq arrow function hissəsi başlayır. Baxın, burada metod. Metod da deyə bilərsiniz, funksiya da deyə bilərsiniz. Yəni, normalda məsələn, OOP-də klass içərisində olanlara daha çox metod deyirik, digər dillərdə də, amma metod da funksiya da deyə bilərsiniz. Əsas odur ki, o fərqi özünüz biləsiniz. Burada funksiya yazdıq. Baxın, amma funksiya açar sözü ilə yazmadıq biz. Nə də dəyişən, burada funksiyanın adını yazmadıq. Baxın, bunu, burada funksiya yazdıq, bunu təyin etdik buna. Metod one-a. Mən metod one-ı funksiya kimi çağıranda bunu icra etmiş oldu. Aydındır? Bura icra olundu. Sonra gəlib buna məsələn parametr də yaza bilərik. Məsələn, first name yazıram bura. Baxın. Bura parametr yazırıq. Mötərizə içərisinə parametr yazırıq. Məsələn, plus da deyə bilərsiniz, vergüllə də first name də yaza bilərsiniz konsolu. Burada artıq bizdən parametr istəyəcək. Baxın, parametr istəyir. First name any tipində olsun deyir. Yəni bura number da göndərə bilərik, amma mənası olması üçün məsələn Alice yazıram. Ctrl S eləyirəm. Hello Alice cavabı bizim üçün çıxdı. Fikir verin. Biz burada nə yazdıq? Metod one yazdıq qeyd etdiyim kimi. Burada da dediyim kimi funksiyanı yazdıq və mötərizə içərisində parametr yaza bilirik. Normal baxın funksiyaya necə parametrlər göndərmirik burada. Bu mötərizənin içərisində o formada davranacaq. Aydındır? Sadəcə bir dənə fərq burada odur ki, bərabərdir böyüklük işarəsi yazırıq burada. Mötərizə açırıq və bunun içərisində kodlarımızı artıq yazırıq. Aydındır? Və burada da funksiya içərisində, bu mötərizə içərisində zaten yazırdıq. Bura qədər də eynidir, amma bu hissəsində fərqliliyi var da. Funksiya sözündən istifadə eləmədən yazdıq biz bunu. Gəlib burada məsələn CLG deyib, metod one-ın prototypına baxsam, Ctrl S eləsəm, undefined gəlir bizə. Aydındır? Və bunu da biz bilirik ki, deməli, constructor function kimi falan istifadə edə bilmirdik. Ctrl-KC eləyirəm bunu da. Bu da burada qalsın. İndi mən sizə fərqli-fərqli yazılışları göstərmək istəyirəm. Bunu da çəkək biraz sağ tərəfə. Bu da gəlsin biraz bura. Baxın, məsələn, bunu buradan Ctrl-KC eləyək. Bunu da Ctrl-KC eləyək. Artıq bunları bildik. İndi gəlirəm aşağıda, bunu map içərisində falan da göstərəcəm. Məsələn, for each içərisində göstərəcəm. Ən çox oralarda istifadə olunacaq. Məsələn, const yazıram bura. Sum da yaza bilərik. Hər hansı bir metod yazıram. Elə metod to yazıram bura. Buna mənimsədirəm. Baxın, arrow function yazırıq. Bunu yazdırıq. İndi biz burada əgər bir dənə parametr qəbul etdirsək buna, baxın, hətta belə yazın. CLG deyib hello yazaq. Hələ ki parametr yazmıyıq. Bu metod to-nu çağırsam əgər mən funksiya olaraq hello yazısı mənim üçün konsola çıxacaq. Elə deyil, bu da aydın məsələ.
Amma əgər burada bir dənə sətirdə yazmışıqsa biz bunu, bu mötərizələri yazmaya bilərik buradan. Baxın, bunları yazmaya bilərik. Bu konsolda yuxarı çıxartmalıyıq. Bura. Ctrl S eləyəndə bu da işləyəcək. Yəni mən sizə fərqli-fərqli yolların göstərirəm, yəni yazılışların. Siz bu formanı da görəndə bilin ki, bu arrow functiondur. Bu formanı da görəndə bilin ki, arrow functiondur. Ona görə bu yazılış stillərini sizə göstərəcəm. Aydındır? Hökman deyil. Məsələn, bir sətirli yazılışsa mütləq bu formada yazmalısınız. Bu hər insana görə, hər developera görə dəyişir. Aydındır? Amma mən sizə yazılış formalarını qeyd etdiyim kimi göstərirəm də. Yəni ola bilər ki, hansı layihədə gördünüz. Və yaxud da ki, məsələn, burada parametr qəbul edir. X parametri nəsə bir A parametri qəbul edir, elə deyil. Ya da first name yazaq elə bura. First name yazıram bura. First name qəbul etdim. Məsələn, vergül yazıram burada. First name'i də konsola yazıram. Ctrl S edirəm. Undefined olacaq çünki first name verməmişəm buna. Məsələn, burada göndərirəm Alisa. Ctrl S edirəm. Hello Alisa cavabı çıxdı bizim üçün. Əgər burada tək parametr qəbul edirsə, bu mötərizə də olmaya bilər. Baxın, bu formada da yazılış görə bilərsiniz. Ctrl S edirəm. Hello Alisa yazısı çıxdı. Şifrənin gör nə qədər qısa formada oldu. Metod to içərisinə, baxın, bura qədər dediyim kimi bilirik. First name parametr kimi verdik. Buradan gələn parametr bura gəlir və burada yazmışıq bunu. Deməli, bərabərdir böyüdü işarəsini yazmışıq və konsola yazırıq hello first name. Aydındır? Və burada bu mötərizəyə ehtiyac olmadı artıq. Yalnız bir dənə. Amma məsələn 2 dənə parametr olsa mötərizə burada yazmaq lazımdır. Hətta yazaq, vergül yazıb nəsə yazsaq avtomatik burada D yazsaq qırmızı verir artıq bizə. Aydındır? Ona görə də bir dənə parametr olduğu zaman bu mötərizəni də buradan silib yaza bilərik. Bu da belə. Sonra mən sizə nə göstərmək istəyirəm. Bunları yazdıq. Demək olar yazılış forması bu idi. Hə, məsələn belə bir şey olsa, düşünün ki, const deyirəm, kub funksiyamız var, ya da nəm kvadrat funksiyamız var. Bunu da arrow function olaraq yazıram. İlk öncə bu formada yazacağam. Bu nə üçün? Return eləsin. Baxın, buna parametr gəlsin. Örneğin A parametr gəlsin. Kub dedikdə A-nı vursun 3 dəfə bir-birinə. Bu düymələri aktiv eləyək. Vursun bir-birinə və return eləsin. Gəlib, CLG içərisində yazmalıyım da. İndi bunu mən ki, görək də nəticəsini, elə deyil. Məsələn, 2-ni buna göndərəndə 8 cavabı bizə qayıtmalıdır da. Kubu qaytardı bizə. Bunu belə yaza bilərik də. Bir dənə sətr olduğu üçün bunları silə bilərik. Mötərizələri silə bilərik buradan. Buradan yuxarı gətirə bilərik bunu. Bu mötərizələri də silə bilərik. Və burada return yazmışıq. Burada bir sətirdə yazanda zaten bunu yazanda bunu return eləyəcək geriyə. Ona görə bu return-ü də buradan silə bilərik. Baxın, Ctrl S eləyirəm. Bu formada da işləyəcək. Aydındır? Yəni heç bir şey yazmadan fikir verin. Nə yazdıq? Kub yazdıq, dəyişən olaraq kub yazdıq. A parametri bura göndərdik. Həmin A parametrini 3 dəfə özünə vurur, təzədən qaytarır bura, çağırıldığı yerə. Aydındır? Yəni 2 göndərdik, 2 gəldi bura. Burada da 2-ni vurduq 2-yə 4, 4 2-ni 8, 8 gəldi bura yerləşdi. Konsolda 8-i yazmış olduq. Aydındır? Yəni bu formada da yazılış görə bilərsiniz. Əgər return eləyirsə, burada tək sətirdə artıq return yazmağa ehtiyac yoxdur. Hətta error verir, buna fikir verin. Error verir, sintaks error verir. Burada yəni return-ə ehtiyac yoxdur. Birbaşa belə yaza bilərsiniz. Yox istəsəz, məsələn, bu formada yazmayasınız, onda bu mötərizələri açarsınız təbii ki burada və gələrsiniz, nə edərsiniz? Return-ünüzü yazarsınız qarşısına. Ctrl S edirəm. Aydındır, bu formada da olar. Yəni qeyd etdiyim kimi mən sizə sadəcə yazılış formalarını göstərirəm. Bu da belə. İndi gəlin, əsaslarını göstərdim demək olar. İndi ola bilər fərqliləri göstərmədiklərim də qalsın, amma əsaslar bunlardır. Yəni istifadəsi bu formada idi. İndi gəlin, məsələn, for each içərisində bu arrow function istifadəsinə baxaq. Örneğin bizim bir də const deyirəm. Məsələn, numbers adında bir dənə array'imiz var düşünün. İçərisində numberları saxlasın. 2, 3, 4, 5 yazdırıq. Bir dənə də 6 yazaq. Bu formada olsun. Elə deyil. İndi gəlib bunun üzərində for each ilə fırlansam mən, numbers üzərində for each ilə fırlansam, biz necə yazırdıq? Bu formada yazırdıq da, elə deyil. Funksiya yazırdıq. Məsələn, burada number olaraq tuturduq. Elə deyil, numbers yox, number olaraq tuturduq və CLG deyib number'ı konsola yazırdıq. Ctrl S edirəm. 1-dən 6-ya qədər rəqəmləri bizim üçün konsola yazdı. Amma burada bunu belə yazmağa ehtiyac yoxdur. Mən bunu artıq bu formada yaza bilərəm. Bu funksiyanı buradan silərəm və bunu arrow function-a çevirirəm. Baxın, Ctrl S edirəm. Bu yazılışları çox-çox görəcəksiniz və çox-çox istifadə eləyəcəyik biz. Aydındır? Baxın, for each içərisində nə yazdım? Arrow function yazdım mən. Bura qədər gəlir bunun mötərizəsidir. Burada number olaraq parametr kimi tutdum və normal funksiya yazmışıq da bura. Arrow function yazmışıq biz bura. Və mötərizə içərisində console log dediyi number. Aydındır? Yəni numberları konsola yaz. Bunu etmiş olduq burada. Və yaxud da ki Ctrl KC eləyək. Məsələn, map içərisində biz funksiya istifadəsini gördük, amma map içərisində örneğin məsələn numbers array'imizin üzərində map çağırsam əgər, map dediyi ki geri return eləyir. Elə deyil. Baxın, bir dənə də mötərizə açıram burada və arrow function-ımı yazıram.
Baxın bu formada yazıram. Hətta belə də yazmaq olar. Örneğin return eləmir deyək. Məsələn, bunun içərisindəkiləri number olaraq tutsun və sadəcə bir-birinə vurub qaytarsın. Number vurulsun, number. Ya da ikiyə də vura bilərsin. Bunu qaytaracaq, elə deyil. Mən gəlib burada const deyəcəm. Məsələn, bunu da new array kimi tuta bilərik də. Buna mənimsədək və gəlib CLG deyib new array konsola yazacaq. İzah eləyəcəm. Ctrl S eləyirəm. Baxın, 1, 4, 9, 16, 25, 36 cavabları bizim üçün gəldi. Konsola gəlmiş oldu. Niyə görə? Bunları bir-birinə vurduq da. Baxın, burada yazdıq bunu. Baxın, bu formada yazdıq bunu. Hətta belə bunun içərisində bunu da yazaq. Baxın, belə yazsaq, Ctrl S eləyirəm. Bu formada da işləyir. Aydındır. Yəni, numbers array üzərində maplə fırlandım. Hər birini number olaraq tutdum. Yəni, bu elementlərin hər birini number olaraq tuturuq. Yəni, mapin istifadəsini bilirsiniz. Arrow functionda da dedim ki, number'ı number'a vur, geriyə qaytar. Number'ı number'a vur, geriyə qaytar. Hər dəfə 1'i 1'ə vurur, geriyə qaytarır. 2'ni 2'yə vurur, geriyə. 3'ü 3'ə vurur, 4'ü 4'ə, 5'i 5'ə, 6'nı 6'ya. Aydındır bu formada. Bu formada da yaza bilərsiniz. Baxın, bu formada da yaza bilərsiniz. Ctrl-C edirəm, Ctrl-K-C edirəm. Düşürəm aşağı. Bunu mötərizədə yazıb bu formada baxın. Bu formada mötərizədə yaza bilərsiniz. Bunu buradan Ctrl-X eləyirəm. Hər formasını göstərməyə çalışıram sizə. Return eləyə bilərsiniz bunu. Baxın, bu formada da yaza bilərsiniz. İkisi də eyni şeydir. Amma bu daha qısa yazılışdır, bu uzun yazılışdır. Aydındır. Yəni hansını görsəz bilin ki, bu formada istifadə olunur. Və örneğin öyrəşəcəksiniz zaten buna. Qısa yazılışlarda bunları istifadə edəcəksiniz, uzun yazılışlarda bunları istifadə edəcəksiniz. Yəni qeyd etdiyim kimi bu vərdiş məsələsidir biraz da. Yəni biraz vərdiş göstərdikdən sonra əmin olun ki, bunu çox-çox istifadə edəcəksiniz. Son olaraq mən sizə bir şey də göstərmək istəyirəm. Burada yuxarıda göstərmədim deyəsən onu. Bunları bağlayaq, Ctrl-K-C eləyək. Örneğin bizim burada bir dənə funksiyamız var düşünün. Məsələn, metodu yazmışam burada, elə deyil. Bunu götürməyək, gəlin bunu götürək. Baxın, Ctrl-C eləyirəm. Ctrl-V eləyirəm. Bunu göstərirəm, amma bu sizin beyninizdə elə sual işarəsi olaraq qalmasın ki, bəs necə olacaq? Bu əslində yaxşı bir şey deyil. İzah eləyəcəm indi nəyi demək istəyirəm. Baxın, mən gəlib burada metod vanı çağırsam əgər, buna parametr istəyir məndən. Alisa göndərsəm, Ctrl-S eləsəm, burada hello Alisa çıxır bizim üçün. Amma gəlib bunun təyin olunduğu yerdən öncədə çağırsam, Ctrl-S eləsəm, baxın bizə access vermir. Yəni metod vana access yoxdur deyir. Çünki bu aşağıda təyin olunur. Mən bunu yuxarıda təyin edirəm. Normal funksiyaları bu formada normal funksiyalar bu formada davranmırdı. Mən bunu burada yazmışamsa yuxarıda çağıra bilirəm. Ctrl-K eləyib açaq bunu. Baxın bunu Ctrl-X edirəm, yuxarı atıram. Bunu da bağlayaq hələ ki. Ctrl-K ilə, Ctrl-S ilə. Baxın 8 cavabı mənim üçün çıxdı. Funksiyanı burada təyin etmişəm. Amma bu hosting olduğu üçün yuxarıya doğru burada da bunu çağıra bilirəm. Aydındır? Bu normal funksiya ilə yazdığım zaman. Ctrl-K eləyək bunu. Amma bu arrow funksiyonlarda bu formada olmur. Amma bunu siz problemə çevirməyin. Niyə görə problemə çevirməyin? Zaten bu formada istifadə demək olar ki, olmayacaq. Niyə görə? Bu arrow funksiyonları falan biz istifadə edəcəyik. Məsələn, modullarda, yəni JavaScript tək bir fayl üzərində bir dənə app.js yazıb onun içərisində bütün hər şeyi doldurmaqla kifayətlənmir. İndi 1-2 dərs sonra keçəcəyik sizinlə modullara bölərək JavaScript-i yazmaq. Orada zaten bir funksiya yazırıq məsələn, nəsə yazırıq hər hansı bir başqa bir faylda. Burada baxın, Ctrl-B eləyək bunu. Burada app.js deyil, bu app.js-in yanında bir dənə də başqa bir nəsə JS ilə bitən fayl yazırıq. Onun içərisində örneğin bu funksiyanı yazırıq. Bu funksiyanı mən gətirib app.js-də istifadə etdiyim zaman bunun importunu zaten ən yuxarıda edəcəyimiz üçün aşağıda istifadə edəcəm ondan. Ona görə o problemləri yaşamayacağıq. Yəni bunu düşünməyin ki, nə oldu da mən burada yazdım, yuxarıda lazım olarsa istifadə edə bilməyəcəm. Onda gərək bunların hamısını yuxarıda yazdım. Yəni o formada düşünməyin siz. Bilirəm, ilk dəfə tanış olursunuzsa bununla bu sizə biraz çətin gələcək. Amma qeyd etdiyim kimi biz importları ən başda etdiyimiz üçün zaten bu funksiyaları ən aşağıda istifadə edə biləcəyik. Qeyd etdiyim kimi bir dənə app.js-də yazılmır bütün JavaScript kodları. Biz onu modullara bölərək hər modula uyğun kodları özündə yazacağıq. Yəni bir modula böləcəyik. Məsələn burada örneğin API istəkləri olacaq, nəsə olacaq da hər hansı bir şeylər olacaq. O modullar deməli hissəni də sizə göstərəcəm. Modullarda yazıldığı üçün qeyd etdiyim kimi oradan export eləyəcəyik. Bu tərəfdə də import etdiyimiz üçün, importu ən başda edəcəyimiz üçün daha çox ən başda edəcəyimiz üçün zaten bunları əgər arrow funksiyonu yazılıbsa kənarda, zaten bunları biz importdan aşağıda istifadə edəcəyik. Aydındır? Yəni bu problemlə heç rastlaşmayacağıq orada. Ona görə də bu qeyd etdiyim, yəni bunu bilin. Yəni yazıldığından öncə də çağırıla bilməz bu formada. Bu constant let ilə var falan bunlara görə də dəyişir. Hətta bir dənə varla yoxlayaq. Ctrl-S edirəm. Burada da error verir.
function deyil deyir. Yəni zaten vardan istifadə eləməyəcəyik. Bunlar əlavə məlumatlardır. Qeyd etdiyim kimi qısacası sadəcə bilin ki, yazıldığından öncə də çağırılanda işləməyəcək bu, amma bunu da problemə çevirməyin, çünki bu formada demək olar istifadə etməyəcəyik biz. Aydındır? Bunu da bilin, modları izah etdiyim zaman, modlar JavaScript-i izah etdiyim zaman bunları da sizə göstərmiş olacağam. Bu da belə. Yəni qeyd etdiyim kimi burada baxın map içərisində istifadə etdim, reduce içərisində istifadə edə bilərsiniz, sum içərisində istifadə edə bilərsiniz. Yəni normal funksiyaya necə yazırıqsa, burada arrow function-da yaza bilərik biz. Və qısa yazılışda baxır harda istifadə olunacaq. Ən çox map içərisində, for each içərisində burada istifadə olunur, asinxronda istifadə olunacaq, həm set timeout-da istifadə olunacaq. Yəni çoxlu yerlərdə, React-da çoxluca istifadə olunur. Yəni çox istifadəsini görəcəyik biz bunun. Önəmlidir bunu bilməyimiz, bunun sintaksini öyrəşməyimiz önəmlidir bizim üçün. Belə, növbəti dərsdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.